Deyirsiniz ki, gəlin həmibahəm eləyən, dərdi müştərək qalıb. Bircə bir bizim dərdimiz var, ağrımız var. Onların ağrısı bizim ağrımız deyil. Biz məğbuluq, biz vurulmuşuq. Bizim dərdimi o vurandır. Bizlə onun dərdi ayrı bir şeydir. İndi elə hər şeydə çalışırlar. Gəlin filan kəsi öldürəcəklər. Gəlin də burada elə bir əl-ələ verək. Gəlin o filan kəs də şəhid verib ondan əl-ələ verək. Elə mənim kifayət qədər özümün şəhidim, ondan sonra vurulanım, zindanda olanım, təcavüzə məruz qalanım var da. Biz demirik ki, niyə bunları biz başa sala bilmirik ki, qafaları işləmir. Bunlar hələ demək ki, yatıb yuxuda Frankodan, Salazardan, həm kimləri görürlər, o soğuk savaş dönəmində, komünist dövründədən filan da oxuyublar, onlar tutuq hükümü deyilər. Azərbaycan dedilər, Türk dedilər, oldular faşist. Bunlar deyirlər, gəlib bizimkilərə də deyirlər. Ay, bunlar ifratı, nə oldu bəs demək ki, bu dövləti bərpa edəndə, biz sürünəndə və Avropalarda, onda demək, qasıb gedindən demək dayanırdı. Yaxın ondadır ki, bu günləri, bu paralel oyunbazlığı ki, çıxardırlar, daxil-xaric Azərbaycanın milli hərəkatına qarşı bir dənə oyun gedir və bunu daxildə olan hərəkatın önündə gedən bəylərimiz, xanımlarımız da yaxşı görürlər. Görürlər də, deyirlər hər tərəfdən də. O günləri Seyid Həsən Şəriət Mədarı deyir ki, mən gəlmişəm, bən niyə gəlmirsiniz? Sən kimsən? Bunu demək ki, gələk bunun mənbərinin ayağında oturdular. Bu millətləri az dədiyün mənbərinin ayağında oturdular. Nə çıxdı ondan? Mən Atoya təhqir etmirəm. Gəl hər şeyi danışağında, əgər doğru deyirsən, Sayın Cəvad bəy də söylədilər. Heç məndən söhbət etmir, qorxursunuz. Qorxursunuz, mən bilirəm. İstiqlalçılıqdan, bozqurtdan, türklikdən, Azərbaycan dövlətindən, bütün Azərbaycan dövlətindən göbəyiz olursanız qorxursunuz. Hər yanda da ad gəlcən, yavaşları süzülürsünüz. Sözüm onda deyil. Onda çıx qabağa denən mən denən Azərbaycanlıyam, dilə gətir. Türkəm, dilə gətir. Denən ki, dədəmin də səhvlərini tənqid edirəm. Necə ki, bu günlərdə. İran adlanan yerdə çoxları çıxıb dədəm Məmmər Zanlı oğlu. Ey Amerikalı, bunu şah kimi bizə tələyirsən, heç olmazsa çıxsın desin, dədəm hansı cinayətlər eləyib. Demir, desə axı, onda özünə deyirlər şut paraşut. Sözüm bundadır ki, bu günlərin var olan bizim elə dost düşərgəsində də, milli hərəkatda da, dövlətimizdə də, Türkiyədə də, hər vaxt siz də, biz də hamımız, bu dövlət bizim dövlət. Demirəm, başqa elə tək mənim, yox, bizim Azərbaycanın, Türkün və bu Azərbaycanlılar dövlətidir. Türkiyə Cumhuriyyəti də. Öz aramızda olan cinayə budur ki, Azərbaycanın güneyində milli hərəkat var və bu day Fars dövlətsizliyindən və bu hakimiyyət, irticasi hakimiyyətdən imtina edir güneydə bu millət. Və bu millət hər tərəfli özünü göstərir. Ey Həsən Şəriət Mədarı, sən ki demək ki, o partiya nəmnəmənə, görün, bu xalq mücahidi şahsısı mı kim? Hasan eləyə bilir ki, bir dənə demək ki, bir küçələrə, sokaqlara bir 50 min, 100 min çıxardı. Elə Azərbaycanlılar elə hər döngəz başı bir 50 min, 100 min çıxırlar və o Tarakkan məsələsində 100 minlərcə Azərbaycanlı çıxır. Onda nərdəydin? Səsin də çıxmadı. Ona görə də bu günləri istəyirsiniz və sizin dalınızda duranlar bilirlər ki, bu rejim dağılacaq və biri də Azərbaycan Cumhuriyyətində və Türkiyədə də, Sayın Cavad bəy də söylədilər. Hələ bunlar yaralıdırlar, niyə Sovet dağılıb? O rusofillər. Necə ki, demək ki, və yaxud da Cavad bəy də söylədilər. O hansı keçmiş təşkilatlarda, hansı filanda bağlantısı var idi, hələ o içindən o sapları qırmayıb, o telləri qıra bilmir. Elə o da sürüsüzdə adam var da deyir, mən 2 il bundan qabaq kommunist dedim, amma özü zat göstərirdi. 2 il bundan qabaq kommunist dedim, 2 il bundan qabaq kimi, mən təzə zat oldum, özümdə federalçıyam. Yaxşı, federalçısan, ya görə ki, Azərbaycan milli hərəkatında bu gün əsas ağır basan milli hərəkat nə deyil? Milli hərəkat deyil, Türkəm, bağımsız istiqlal qoymuşuq. Ona desə, mən niyə çıxmırlar küçələrə? Deyirsən, onda ki, o Tehran rejiminin qılıncı bir çəki oyna, onda gör nə olacaq? Olacaq da, 100% olacaq. Gezi tezi olsa da yandı, bitkisi yoxdur. Dağılır, dağılır. Ona görə